Bax elə bu məqamda mən elə bir qonağımızı dəvət eləmək istəyirəm ki, bura. Bəli. O bizim üçün çox gözəl bu adət-ənənələrdən danışacaq. Qonağımız Milli Məclisin deputatı, Nizami Adına Ədəbiyyat İnstitutunun şöbə müdürü, filologiya üzrə elmlər doktoru, hamımızın sevimlisi Elnarə Akimovadır. Elnarə xanım, xoş gördük sizi. Buyurun, gəlin, zəhmət olmasa. Xoş gəlmişsiniz Elnarə xanım. Sizin də yel çərşənbəniz mübarək olsun deyirik. Təbrik edirik. Təbrik edirəm hər birinizi. Çox sağ olun, minnətdarıq. Həmkarım söylədi, bu inanclar, bu istəklər təbii ki, siz bir bu işin araşdırmacısı kimi, həm də bir Azərbaycan xanımı kimi bu dəyərləri bizim üçün çox gözəl şəkildə aydınlaşdırarsınız. Təşəkkür edirəm Rəşad bəy. Hər kəsin bayramını təbrik edirəm. Novruz bayramı xalqın tarixi yaddaşından süzülüb gələn, min illik mifoloji təsəvvürlərindən, tarixi dəyərlərindən süzülüb gələn bir bayramdır. Siz xatırlatdınız bu daha çox mənbə məsələlərdir. Mən iki məqama vurğu salmaq istəyirəm Rəşad bəy. Deməli, Novruz bayramı ilə bağlı bizim ədəbiyyatda iki möhtəbər bir mənbə var. Yəni bir qədimliyini bildirməyə baxımından. Bunlardan biri Mirzəbala Məmmədzadənin 1905-ci ildə yazdığı Qarabağ məqaləsidir ki, o məqalədə qeyd edir ki, Qarabağ dağlarında şamanlar tonqal yandırıb, onun üstündən atlanıb bayram edirdilər. Yəni bu Novruzun nə qədər qədimliyini göstərən bir, yəni Qarabağda keçirilməsi baxımından. İkinci bir məqam isə, deməli, bilirik ki, müxtəlif dövrlərdə Novruz bayramını öz tarixi, necə deyim, tərəflərinə çəkən, tarixi dəyərlərinin bir hissəsi kimi verməyə uzun müddət cəhdlər oldu. Baxmayaraq ki, bugün Novruz bayramı bir çox türk dilli xalqlarda keçirilir, onun bir adətidir, bayramı kimi qeyd olunur. Amma uzun zamandır bu bayramı məhz farslaşdırmaq, yəni siyasətinin bir hissəsinə çevirmişlər və fars milli adəti ənənəsi kimi qeyd edirlər. Amma bunu dəf etmək üçün tək bir mənbə kifayətdir ki, məhz 11-ci əsrdə, 12-ci əsrdə Səlcuqi hökmdarı Məlik Şah İlk dəfə olaraq, yəni bu rəsmi bir məlumatdır, dəqiq bir tarixi mənbədir ki, ilk dəfə olaraq 12-ci əsrdə Novruzdan başlayan bir rəsmi təqvim başlatdı və yeni il məhz Məlik Şahın təqviminə görə məhz Novruz bayramından başlayırdı. Yəni artıq bu bizim Novruz bayramının nə qədər tarixi qatan, tarixi dəyərlərə bağlı olduğunu bildirən bir bizim bayramımızdır. Novruz bayramı, yəni ilk növbədə milli komponentlərlə zəngin olan bir bayramdır. Buta anlayışına baxaq, günəş simvolikasına baxaq, folklor yaddaşına nə qədər dayanıqlıdır. Yəni bizim folklorda yer tutan nağıllar, sanamalar, müəyyən oyunlar, yəni bu Novruz bayramının içərisində onların hamısı bir dəyər kimi qorunur və illərdir, əsrlərdən əsrlərə tarixi yaddaşdan, xalqın min illik yaddaş qatından süzülüb bir ilkin bir formada gəlib yeni bir əsrdən əsrə keçməyə müvəffəq olur. Hətta 2009-cu ildə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən məhz UNESCO təşəbbüsü ilə UNESCO tərəfindən Novruz bayramı qeyri-mədəni mədəni irs siyahısına daxil edilmişdir. Yəni bilirsiniz, bugün yel çərşənbəsidir və yel çərşənbəsi bildiyimiz kimi bir dirilik rəmzidir. Ağacların, torpağın, təbiətin bir oyanışını simvolizə edən bir çərşənbədir və bizim 5 ildir ki, artıq ruhumuz, bizim diriliyimiz bir Qarabağda yaşanır. Biz 30 ildir ki, işğal altında qalan torpaqlarımızı artıq azad etdik və bugün artıq bundan gözəl nə ola bilər? Biz öz səmamızda aydın bir səma altında yaşayırıq. Qarabağda biz bayram tonqallarımızı çatırıq. Mənə elə gəlir ki, 30 il işğal əzabları altında, ağrıları altında inləyən bir xalq üçün bugün məhz bu suveren bir Azərbaycanın içərisində yaşamaq, bayramı bütöv Azərbaycan xalqı olaraq qeyd etməkdən gözəl heç bir şey ola bilməz. Və bir məqama da vurğu salmaq istəyirəm. Bilirsiniz, bugün etnomədəni yaddaş deyilən bir anlayış var xalq üçün. Bu etnomədəni yaddaş amili nədir? Bu xalqın min illik yaddaşına bağlı olan bir amildir. Etnomədəni yaddaş amili nə ilə qorunur? Məhz milli kimlik anlayışından qorunur, milli dəyərlərə sadiqliyi ilə qorunur. Bugün qloballaşmanın bilirik ki, bir çox dəyərlərimiz üzərində təhdidləri var. Dil üzərində var, kimlik üzərində var, adət ənənələrimiz üzərində, dəyərlərimiz üzərində. Xalqın min il yol keçib gələn və bugünə qədər sağlam şəkildə gəlib çıxan bir çox dəyərli institutları dağıtmaq kimi, yəni onun üzərinə kölgə salmaq, dağıtmaq, parçalamaq, yəni təhdid altına salmaq, bu dəyərlərdən, bu təhdidlərdən nə ilə qoruna bilərik? Ancaq öz ənənələrimizə, öz adət ənənələrimizə, dəyərlərimizə, kökümüzə, bütün yəni bu bizi
millət Bizə edən, aid var olan edən, bəli, bir çox millət məqamları. edən, var edən və əsrlərin sınağından çıxıb bizi özgür bir millət kimi tanıtmağa kömək edən nə varsa, məhz onu qorumaqla nail ola bilərik və Novruz bayramı da bu bayramlarımızın içərisində onunla fərqlənir ki, o saf şəkildə bu dəyərləri özündə ehtiva edir. Bütün komponentləri ilə, bütün dəyərləri ilə. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Mən arzu edirəm ki, yel çərşənbəsi sevgi ilə gəlsin xalqımıza, xoş müjdələrlə gəlsin, sevinç gətirsin. Hər bir ailəyə ruzi bərəkət arzulayıram. Sevinç dolu, fərəh dolu illər Çox sağ arzulayıram. olun Elnarə Çox xanım. sağ olun Elnarə xanım. Sözünüzə qüvvət. Bizim çox şadıq ki, bayram tonqallarımız artıq Qarabağımızda, Şuşamızda, Xankəndimizdə, Laçınımızda alovlanır. Biz sizə təşəkkür edirik. Minnətdarıq bu bayram təbriklərinə görə və proqramımızı mən deyirəm ki, dəyərli bir ifaçı ilə Bəli. davam etdirək. Çox sağ olun Elnarə xanım. Minnətdarıq Elnarə sizə. xanımın qeyd elədiyi kimi Aha. bir məqama toxunmaq istəyirəm. Çox şükürlər olsun ki, həqiqətən də bugün bizim bu çərşənbələrin nəfəsi artıq həmin torpaqlardan gəlir. Böyük, müqəddəs Azərbaycandan gəlir. Deyir ki, gəlsin çərşənbələrin nəfəsi, havalansın xanın səsi.